Elhamdülillah, bəli, bir dəfə çox demişəm ki, mənim yoldaşım məndən qabaq ailəli olub boşanıb. Burada ayıb heç nə yoxdur. Elə onu danışmaq, elə istəmirdi. Məsələdə burada ayıb heç nə yoxdur. Mövzuya bu mövzular nədən qaynaqlandı? Doğru xəbərdirmi ki, siz indiki həyat yoldaşınızda bir dəfə ailəli olmuşsunuz. Ceyhun bəyin ailəsini dağıdıb ərə getmişsiniz. Yəni, uşaqlarını atasız qoyub onu. Belə bir ittiham səsləndi. Yox, səslənmədi mi Azər? Redaktorımız səsləndi mi belə bir ittiham? Eynən, birbaşa bu formada səsləndi. Allahın ədaləti o qədər böyükdür. Allahın ədalətindən 16 yaşında bir uşaq sizcə ailə dağıda bilərmi? 16 yaşında mən dünyanı bilməyən bir balaca bir qız idim. Düzdür, erkən nikahı hamımız yox deyirik. Bəli. Təbii ki, məncə xanımlar 23-24-də ailə qursa daha gözəldir. 18-dən sonra da belə deyək. Amma mənim yoldaşım məndən qabaq. Bu açıqlamanın və birinci, axırıncı dəfə deyirəm, çünki çox yoruldum. İttihamlar çox səsləndi. İsa, sənin verilişində son qoyacağım bu mövzuların hamısını. Mənim heç kimin şəxsiyyətindən, həyatından, kim necə yaşayır, kim neçə dəfə ailə dağıdıb, mənim nəyimə lazımdır. O da mənə maraqlı deyil. Mənə maraqlı özüməm, ailəmdir, mənim şərəfim, ləyaqətimdir. O da şükür, əlhamdülillah, məni xalq tanıyır, məni doğulduğum Balakənim, böyüdüyüm Bedağar kəndim tanıyır ki, Ofeliya necə, hətta mənə oğlan Ofeliya deyirdilər. Mənim yoldaşım məndən qabaq, axırıncı dəfə deyirəm, ailəli olub boşanıb, mən olmasaydım başqasını alacaqdım. Almaz olmayacaq, solmaz alacaqdı. Ona da indi o şəhər böhtandır. Mən nə deyim, yalnız Allaha qurban olum, Allahın ətəyinə sığınıram. Bəli, o mənim alnımı yazsın, mən ondan qaça bilmərəm. Mən Allahın ətəyinə sığınmışam. Allahın ədaləti o qədər böyükdür. Onun ədalətin böyüklüyündən heç kəs qaça bilməz. Yəni, bu söhbətlər hardan qaynaqlandı bilmirəm. Keçən dəfə də belə bir şeylər eşitdim ki, güya mən demişəm ki, mən sizə buna da aydınlıq gətirim. İsa, çox qısa danışacağım. Güya mən demişəm ki, bədən şəkilləndirənləri efirə çağırmayın. Tolik burada səsləndirdi o fikri, hətta mənim qonağım idi. Mən belə bir söz deməmişəm. Səidə Bəkir qızının verilişində başqa mövzuydu, biri başqa mövzudur, biri başqa mövzudur. Orada mənə sual verildi ki, səni, həmən